Burada seçimi sizə buraxıram. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Rəylər bölməsində yaza bilərsiniz. Gözəl bir evdir, 4 otaqlıdır. Sizin də fikirləriniz önəmlidir. Əgər uyğundursa fikirlərinizi yaza bilərsiniz. 3 sot torpaq sahəsində. Kubçalı, 4 otaqlı, kvadrat sahəsi geniş, həyətyanı sahəsinə rahat şəkildə 2 avtomobil saxlamaq üçün tamet hissəsi, digər hissələrdə bağ sahəsi kimi saxlanılıb. Əgər buranı tamet hissəsi kimi çevirsəniz, həyətyanı sahəsinə rahat şəkildə 8-10 avtomobil yerləşər. Gördüyünüz kimi həyətyanı sahəsi, gözəl həyətyanı sahəsi var. Həyətə daxil olan avtomobil qapısı. Təmir incə yekunlaşdı, iç bizim səhifədə. Kürsüyə özünüz şahidsiz, bu hissədə terası. Ən əsas da istədiyiniz o idi ki, evin yanına, arxasına keçmək olur. Arxada da 2 metr məsafəsi var, yanda da hardasa 80 sm məsafəsi var ki, arxa tərəfinə keçməyə. 4 dövrəmə qoşa daşdan inşa olundu, fundament, kəmər hər birisi mövcuddur. Həyət evinin xüsusi olaraq həyətyanı sahəsində sanitar qovşağı olmağı böyük üstünlüklərdən biridir ki, bəli, bu hissədə sanitar qovşağı da nəzərdə tutulub. Həyətin işıqlanması, evin fon işıqlarına kimi hər birisi mövcuddur. Ən əsas vacib olanlardan da biri odur ki, evin həyətyanı sahəsinə heç bir aynası baxmır, heç bir pəncərə baxmır. Daxil olan evimizin iç sahəsini təqdim edir. Hal-hazırda təmizlik işləri gedir. Çəkib göstərdim ki, o müştərilərimiz var ki, məktəbə, marşruta, 3 sot torpaq sahəsində, həyətində əkin açmaq üçün torpaq sahəsi olsun ki, bəli, onlar hamısı mövcuddur. Gördüyünüz kimi bir də həyətyanı sahəsi göstərim ki, evimizin iç sahəsinin təqdimatına. Kubçalıdır, Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin tam yaxınlığında yerləşir. Baxın, teras hissəsindən mətbəxə keçid var. Əlavə olaraq da dəhliz vasitəsindən girişdir. Baxın, dəhlizdən evimizə daxil olan belə bir gözəl dəhliz bizi qarşılayır. Hal-hazırda dediyim kimi təmizlik işləri gedir. Sol tərəfdə dekorativ kürsüdən istifadə olunur. Bölgü dəhliz vasitəsiyləndir. Sağ tərəfdə yerləşir evimizin mətbəxi. Sonunda qonaq otağını göstərəcəm sizə. Mətbəx girişdir. Evin için sıralarına kimi hər birisi bəzədir. Bütün kanallar mətbəxdə də mövcuddur. Və xatırladım ki, evin laminatın alt hissəsi də izolyasiya olunub. Və alçıbanın üst hissəsi də izolyasiya olunub. İsti soğuqdan qorunmağı üçün. Burada yerləşir uşaqlar üçün nəzərdə tutulan yataq otağı. Bu hissədə yerləşir valideyn yataq otağı gördüyünüz kimi. Taxt arxalarına kimi, nasiblərində kimi, çılçılarına kimi hər birisi asılıb. Və evimizin arxa tərəfində olan torpaq sahəsində göstərim. Baxın, evin arxa hissəsində bu qədər geniş, kifayət qədər sahəsi var ki, bu hissədə də əlavə olaraq nəsə istifadə edə bilərsiniz. Otaqların ölçüləri genişdir, qiymət də münasibdir. Ən əsas vaciblərdən də biri odur ki, sanitar qovşaqdan hamam otağı ayrı-ayrıda yerləşir. Burada yerləşir digər yataq otağı. Ölçülər genişdir dediyim kimi, bütün əşyalarınızı rahat şəkildə yerləşdirə bilərsiniz. Bu hissədə yerləşir hamam otağı. Şərh bölməsində fikirləriniz önəmlidir, fikirlərinizi yazarsınız, təbii ki, yaxşı mənada. Burada sanitar qovşağı yerləşir və sonunda evimizin gözəl, səliqəli qonaq otağını göstərirəm. Baxın, pəncərəsinin həyətyanı sahəsinə baxın, yenə çılçıraqlarına kimi hər birisi asılmış və TV arxalarına kimi yığılıb. Gözəl evimiz Kubçalıdır, dəyərli izləyicilərimiz. 3 sot torpaq sahəsində 6 saylı məktəbin tam yaxınlığında uşaq qapıdan çıxdı birbaşa məktəbə. Yəni uşağı məktəbə aparmağa ehtiyac yoxdur. 148 min statlı qiymətdir. Real müştərilərdən qiymətdə yaxşı razılaşma da olacaq. 051 635 1797 nömrəmizə əlaqə saxlayın. Gəlin bu evə sahib olun.